Salam dəyərli izləyicilər, dəyərli abituriyentlər. Deməli, demin model suallarından birinci sualın izahına baxacağam. İstədim ümumi çəkəm, amma vaxt olmur, ona görə boşluq, bekarçılıq olduqca bir-bir çəkib atacağam elə belə. Deməli, n dəyişənin hansı ən kiçik qiymətində Python dilində yazılmış proqramın icrası zamanı çap edilən A simvollarının sayı ən çox olar? Biz əvvəlcə baxaq görək A simvollarının sayı neçə dənə çıxır. Bax, burada ən axırıncı else-də neçə dənədir? A-nı 10-a vuranda 10 dənə bu hissədə, düzdürmü? Sonra 3 dənə buradadır, görürsünüz. A-nı 5-ə vuranda 5 dənəsi bu hissədədir. 2 dənə A-nı 4-ə vuranda 8 dənəsi buradadır. 5 dənəsi buradadır. 2 dənə A-nı 3-ə vuranda 6 dənəsi buradadır. A-nı 3-ə vuranda 3 dənə A, üstünə də 1 dənə A gələndə eləcək 4 dənə. Bir dənəsi də ki, buradadır, tək deyib, bu da heç öz yerində. İndi deməli, biz bunları baxsaq, məsəl üçün, sizin bu ifiniz ödənsə, bu ifiniz ödənsə, bu da ödənsə, eyni zamanda, yəni bu 3 dənə ifiniz iç-içə şəkildə ödənmiş olsa, bir dənəsi 4 dənə, 6 dənə də burada, 11 dənəsi buradan çıxmış olur. Aydındır. Əgər ki, bu ifiniz ödənməsəydi, else-a düşmüş olsaydınız, o zaman 1, 4, bir dənə də burada 5, 10 dənə olmuş olardı. Düzdürmü? Bizdən isə A simvollarının sayı ən çox olar istəyir. Yəni 11-dən kiçik olduğuna görə deməli bu else baxmırıq. Bizə lazım deyil. Çünki 10 dənə olacaq. Yaxşı. Bizdən qaytarmayalım. Tamam ki, bu else baxmadı. Məsəl üçün bu ifimiz ödənmədi. Düşmüş bura elfə. Bura düşmüş olsaydı, bu ödənmiş olsaydı 8 dənə buradan, bir dənə də buradan 9 dənə olmuş olardı. Yəni bu ifin ödənibdir sənin bir dənə, bu ifin ödənməyibdir, avtomatik düşmüsən bura 1, bu da 8, 9 dənə. Yəni bu da bizə lazım deyil. Yaxşı, bu da ödənməsəydi bu elif, bu else baxmış olardıq. Burada da 5, bu da 3, 8 dənə, elə yenə də 9 dənə. Bu 1 ilə də bir yerdə 9 dənə olmuş olardı burada. Deməli, burada bizə lazım deyil. Ümumi şəkildə bu birinci if ödənməsəydi, bu else düşsəydi, burada da yenə 10 dənədir. Uzun sözün qısası 11-dən kiçik tanısı. Deməli, yaxşı, bizə hansı hissə lazım oldu? Beləsinə baxsaq, baxın, hara oldu? Baba, bura. Bu hissədən bizə neçə dənə A simvolu çıxır? 11 dənə. Ən çox verən bura oldu. İndi 11 dənə. Onda bizim şərtlərimiz nədir? İç-içə iflərdir. And-la yazıram bura. Deməli, n-imiz böyük olmalıdır 6-dan. And ondan sonra da digər if ödənməli. Digər ifin qarşısında şərt var da, n faiz işarəsi 5 plus 1 bərabər 4. Onu da sadələşdirsək biz yazacağıq ki, n faiz işarəsi plus 5 plus 1 bərabərdirmi 4. Biri o tərəfə keçsək n faiz işarəsi 5 bərabərdirmi 3. Belə bir şey olmalıdır yəni. N faiz işarəsi 5 bərabərdirmi deməli 3. Digər ifə baxıram. And n faiz işarəsi 3. N faiz işarəsi bərabərdirmi 3. 3 nə idi? 0. 0. Deməli, bizə elə bir ədəd verməliyik ki, biz 6-dan böyük olsun, 5-ə böləndə qalxdı 3 alınsın və 3-ə də bölünəndə tam bölünsün. Bu 3 şərtin üçü də ödənməlidir. Məsəl üçün, 6-dan böyük 5-ə bölünəndə qalxdı 3 verən ədəd hansıdır? Ən birinci. Təbii ki, 8-dir. 8 3-ə bölünürmü? Xeyr. Onda 8 ilə işimiz yox. Növbəti hansıdır? 13-də. 13 5-ə bölərsiniz, qalxırsınız 3 qalacaq. 13 3-ə tam bölünürmü? Xeyr. Onda buna da baxmırıq. Keçdik növbətiyə. Növbəti hansıdır? 18-dir. 18-i 5-ə bölündə qalxıb 3-ə qalırmı? 3-ə bərabərdir? Bəli. 18 3-ə tam bölünürmü? Bəli. Bunu da ödəyir, bunu da ödəyir. 6-dan da böyükdür, bunu da ödəyir. Deməli 8 13 olmadı, amma 18-i götürə bilərik. Ən kiçikdən söhbət gedir. Ola bilər ki, bundan sonra da yenə hansısa ola bilər, amma bizə maraqlı deyil. Ən kiçiyini axtardıq. Yəni 18-ə çatdıq, dayandıq. Tamam, indi 18 bura gəlib, düzdürmü? Bax bura. Yəni ki, bu n-in nəticəsi 18 çıxıbdır. Onda biz ən kiçik neçəni 100-ə bölüb tam hissəni götürürsək 18 verər bizə. Bu da təbii ki 18 arxasında 2 dənə 0. Yəni siz bunu 100-ə bölüb tam hissəni götürəndə son 2 rəqəm gedəcək, sizə qalacaq 18. Yəni cavabınız nə olur? 1800
B variantı olmuş olacaq. Belə, indi söz vermirəm, amma vaxtaşırı olaraq alınsa bir-bir çəkib yerləşdirərəm. Belə ümumi şəkildə vaxt çatdırmaq olmur. Təəssüf ki, imtahan qabağıdır. Alındırmaq olmur. Hər kəsə uğurlar.